Yango şirkəti olaraq biz 30-dan çox ölkədə, 100-dən çox şəhərdə fəaliyyət göstəririk və bu o deməkdir ki, biz 100-dən çox şəhərin gündəlik həyatında böyük bir, mühüm bir rol oynayırıq. Ona görə də WUF kimi böyük urban forumlar bizim şirkət üçün çox vacibdir. Belə bir forumlarda biz dövlətlə əlaqələri, şirkətlərlə dialoqları qururuq və çalışırıq ki, bizim fəaliyyətimiz daha da effektiv olsun və şəhərlərdə nəqliyyatı daha da effektiv etsin. Gələcək şəhərlərində məncə urban mobillik ona gətirib çıxardacaqdır ki, mikromobillik kimi vasitələrdən daha çox istifadə olunacaqdır və bu ona gətirib çıxardacaq ki, şəhərlərdə tıxacların sayı azalmalıdır, şəhərlərdə insanların A nöqtəsindən B nöqtəsinə çatmaq daha tez və daha effektiv olacaqdır. Sosial İnkişaf və Nəqliyyat Nazirliyi ayna ilə bir yerdə bu tərəfdə çox böyük işlər görür və biz Yango şirkəti olaraq çalışırıq ki, dialoqda olaq və onlar atdığı addımlarda da dəstək olaq və daha da şəhərimizi daha da mobilliyə uyğun edək. Yango şirkəti olaraq bizim üçün çox vacibdir ki, insanların gündəlik həyatında maksimal dərəcədə böyük rol oynayaq və onlara dəstək olaq. Harasa çatmaq lazımdırsa, nəyəsə çatdırmaq lazımdırsa, mikromobillikdə, xəritələrdə, naviqasiyada onların dostu olmaq istəyirik. Və bunun üçün də şirkət olaraq əlimizdən gələn addımları çalışırıq ki, ataq. Azərbaycan Yango üçün çox vacib bazardır. Azərbaycan Yango üçün ilk bazarlardan biri olubdur və bununla bağlı burada gördüyümüz işlər, yığılan təcrübə ona gətirib çıxardıb ki, nəinki biz Azərbaycanda uzun müddətli işlər görmək istəyirik. Biz həmçində Azərbaycanı, Bakını Yangonun qlobal regional bir hubuna çevirmək istəyirik və açılmış Bakıdakı yeni ofisimiz elə bunun üçün ilk addımlardan biridir. Sərnişinlərin və sürücülərin təhlükəsizliyi bizim üçün çox vacib bir məqamdır və bunu biz Yangonun texnologiyalarını maksimal dərəcədə istifadə eləyərək bu təhlükəsizliyi qorumaq istəyirik. Misal üçün, bizdə sürücünün əgər təhlükəli sürürsə, onunla bağlı bizim sistem monitorinq eləyir və təhlükəli sürücü avtomobili sürdüyü halda ona xəbərdarlıq gedir. Düzəlməsə sürmə yanaşması o bloklanır və təlimlərdən sonra təzədən xəttə buraxılır. Həmçinin də sərnişinlər üçün təhlükəsizlik sistemləri var bizdə. Tutaq ki, SOS mərkəzi var, təhlükəsizlik mərkəzi var, application içində, mobil tətbiqin içində. Sonra insan onlayn olaraq öz marşrutunu, gedişini yaxınlarla bölüşə bilər və yaxınları onlayn olaraq baxa bilərlər ki, bu marşrut hardan keçir. Yangonu fərqləndirən texnologiyalara yanaşması, təhlükəsizlik və keyfiyyətin vacib olmasıdır. Çalışırıq ki, bu ancaq sözlərdə olmasın, işlərimizdə də olsun. Qlobal yanaşmanı hər bir ölkədə tətbiq edirik. Amma o demək deyil ki, biz ancaq qlobalıq. Çünki biz başa düşürük ki, hər bir ölkənin, hər bir lokal yerin öz qeyri-adi xüsusiyyətləri var. Misal üçün, Azərbaycanda COP və WUF böyük tədbirləri keçirəndə biz şəhərdə bir neçə dənə yeniliklər eləmişdik insanlar üçün. Formula 1 vaxtı fastest, yəni ən tez tarif işə salmışdıq, hansı ki, Azərbaycandan sonra bir neçə ölkədə də başlayıbdır istifadə olunmağa. Texnologiyaları maksimal dərəcədə insanlara kömək eləməyə və insanların həyatında pozitiv bir rol oynamağa çalışırıq. Artıq bir neçə ölkədə robotaksilərin üstündə işləyirik. İctimai nəqliyyatın onlayn hansı nöqtədə olduğunu və neçə dəqiqəyə insana çatdığını hazırlayırıq və tətbiqlərdə bir neçə ölkədə işləyir və ümid edirik ki, Azərbaycanda da bu yeniliklər bu yaxınlarda da artıq istifadə olunmağa başlayacaq.